Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Burada kalmıştık. Buradan devam edelim. Ve lem yecidu emamahum ma yahullu müşkiletahum. Problemlerini halledecek şeyler, problemlerini halledecek bir şey tapmadılar. Siva en yusime kullun minhum savayı, en yusime kullun minhum onlardan her birisinin tövbe vermesinden savayı bima yetenasab ma tabiatihi yaratılmışına münasir ve yetelâemu ma kefaati ve kabiliyetine uygun. Onlar önlərində hər biri təbiətinə uyğun, münasib və yaradılışına uyğun olanlardan savayı, olanlarla tövbə verməkdən savayı problemlərini həll etmək üçün önlərində bir şey tapmadılar. فَبَدَأُوا بِابْنِ الْأَقَّارِ وَقَالُوا لَهُ Əkincinin oğlundan başlayaraq və ona dedilər: İzhəb iləl mədinətil qaribəti minnə. Bizə yaxın olan şəhərə get. Ləalləkə tecidu amələn. Ola bilsin ki, orada bir iş taparsan. Turzaqu minhu bi əcrin. Bir ücrətlə rızıqlandırılan. Yəkfi taamənə. Yeməyimizə, yiyəcəyimizə yetən və yasuddu cuana və aclığımızı ortadan qaldıran. Aclığımızı ortadan qaldıran və bizə yetəcək yeməyimizə, yiyəcəyimizə yetəcək bir ücrətlə, bir qarşılıqla rızıqlandırılacaq bir iş taparsan. Ola bilsin ki, ləalləkə. Fədəhəbə bunul əqqar. Əqqarın oğlu, əkincinin oğlu getdi və daxaləl mədinətə şəhərə daxil oldu. Bahisən an əməlin. Bir iş axtararaq. Fəərşədəhu əhədu sükkanil mədinəti. Şəhər sakinlərindən birisi onu yönləndirdi, yol göstərdi ilə ənəhu ki, lə yucədu huna aməl. Burada iş yoxdur, sivə cəmil hətə və bey'ihi, odun toplamaq və onu satmaqdan savayı işin olmadığına şəhər sakinlərindən birisi onu yönləndirdi. Faradiyə bunul əqqari bidəlik. Əkincinin oğlu buna razı oldu. Və daxiləl mədinətə şəhər. Buna daxil oldu və əxədə tariqəhu iləl məkənilləzi yücməu minhu hatab. O, odun toplamağa gedən məkana, odun toplanan məkana gedən yolu tutdu və yaxud da gedən yolu tutdu. Və kən alə məsafəti kilometrin minnəl mədinəti. O, şəhərə 1 kilometrlik məsafədə idi. Və kən alə məsafətin kilometrin 1 kilometrlik məsafə idi minəl mədinəti şəhərə. Fəcəmə'a minhu məşəə istədiyi qədər orada topladı. Və ətəl mədinətə şəhərə gəldi. Fəbəəhu bi cüneyhin onu 1 cüneyhə satdı. Və iştərə bihi təamən onunla yemək aldı. Thumma kətəbə alə bəbil mədinəti şəhərin qapısına yazdı. Aməl yevmin vahidin bir günün işi. İdə əchədəl insanu fihi nəfsəhu insan öz nəfsini o işdə yorarsa yüsəvi mə qiymətuhu onun qiyməti cüneyhin bir cüneyhə bərabərdir. Thumma adə ilə əshabihi sonra dostlarından döndü bittəami yeməklə fəəkəlu və şəbi'u yedilər və doydular. Və fil yevmi təili ikinci gün qalu innəlləzi yətəhəddəsu an ennel cəmələ huvə əazzu mə fil vücudi. Varlıqda ən əziz olanın gözəllik olduğu haqqında danışan kəs aleyhi ona gərəklidir, vacibdir ən yədhəbə getməsi və yəstəfnira cəmələhu gözəlliyini istifadə etməsi fīmə yəudu aleynə bin nəf'i bizə fayda gətirəcək şeylərdə gözəlliyini istifadə etməsi gərəklidir. Fədəhəbə bunu şərifin oğlu getdi fi tariqihi ilə tilkəl mədinəti yoluna, o şəhərə gedən yola getdi. Fədəhəbə bunu şərifin oğlu getdi. Fi tariqihi ilə tilkəl mədinəti o şəhərə gedən yolda
Burada فَذَهَبَ ابْنُ الشَّرِيفِ فِي طَرِيقِهِ yoluna getdi. Yəni o şəhərə gedən yola getdi. وَلَكِنَّهُ فَكَّرَ قَبْلَ أَنْ يَدْخُلَهَا oraya daxil olmadan önce fikirləşdi. فَإِذَا بِهِ يَسْتَحْيِ مِنْ دُخُولِهَا o şəhərə daxil olmağa utanarkən qailən öz-özünə dedi və mədə yufidu cəmalu gözəllik nə fayda verər ki? Burada bəzi hərəkət səhvləri var. Və mədə yufidu cəmalu gözəllik nə fayda gətirər ki, nə fayda verər ki? İnni muhaqqaq ki, mən lə ahsana amalin minəl a'mal. Mən işlərdən hər hansı bir işi daha gözəl bacarmıram. Yəni hər hansı bir işi daha gözəl edə bilmirəm. Yudaru aleyyə rizqə mənə bol rızıq gətirsin. Fəştəra bihi li əshabi mən də onunla dostlarıma alım ta'aman yemək və a'tazama ta'aman və a'tazama ən yufariqa əshabəhu o dostlarını tərk etmək istədi, əzm etdi. Və beynəmə huvə müstəğriqun fi xavatirihi o düşüncələrinə dalmışkən və qad əsnədə zahrahu ilə ciz'i şəcərətin o kürəyini bir ağacın gövdəsinə söykəmişdi. Qalabəhun nəvmu fənəmə yuxu onu apardı və yatdı. Qalabəhun nəvmu yuxu ona qalib gəldi fənəmə yatdı. Və fi tilkəl lahzati elə bu anda mərra bihi musavvirun şəkil çəkən ona uğradı. Fəacabəhu cəmaluhu onun gözəlliyi onun xoşuna gəldi və qalə dedi innəni səvfə əqumu bit-təsviri hədə şəb mən bu gənc oğlanın şəklini çəkəcəm. Və ukərru hədihi suvara və bu şəkili təkrar çəkəcəm və əbiyuhə və bunu satacam fətəduru aleyyə məbləğə minəl məlim mənə çoxlu mal yəni maldan çoxlu pul qazandıracaq yəni mənə çoxlu pul qazandıracaq və ətəqidu ənə inanıram ki mən yara hədihi suvarı bu şəkili görənsə yandafiyu ilə şiraya onu satın almağa atılacaq yəni həvəs edəcək və yazidul iqbalu ona yönəlmələri artacaq və yazidul iqbalu aleyhə ona yönəlmələr artacaq. Fəhiyyə məcalul il-iqrai bu da bir fürsətdir yoldan çıxarmaq üçün. İqra yoldan çıxarmaq bu da bir fürsətdir. İqra yoldan yəni cəlb etmək və istehsanı və gözəl göstərmək üçün bir fürsətdir. Thumma ayqadal musawwir hada şəb sonra şəkil çəkən bu cavanı yuxudan qaldırdı. İbn Şərif şərifin oğlu və əfəməhu məqsədahu ona məqsədini başa saldı. Və da'ahu ilə beyti onu evinə dəvət etdi. Fəvafəqə şəbu alə mə əradahul musawwir gənc oğlan şəkil çəkənin istədiklərinə razılıq verdi, razı oldu və hunəkə atahul musawwir məbləğə 100 cüneyhin və orada ona 100 cüneyh verdi. Surra bunu şərifi bihədəl məbləği şərifin oğlu bu məbləğə razı sevindi və ətəbəruhu onu hesab etdi ki məbləğə muciyyən ləhu və liyəshabihi o məbləğ onun üçün və dostu üçün yetərli bir məbləğ olduğunu düşündü və ənəhu səvfə yənalu bihi rida ashabihi anhu o bu pullar dostlarının ondan razı qalmasını və siqatahum fihi və ona güvənmələrini əldə edəcəkdir. Etibar etmələrini əldə edəcəkdir. Və fi əsnəy avdətihi dönüş əsnasında kətəbə alə bəbil mədinəti şəhərin qapısına yazdı. Cəmalu yevmin vahidin bir günlük gözəllik yüsəvi mə qiymətuhu 100 cüneyhin 100 cüneyhə bərabərdir. Thumma ətə əshabəhu dostlarına gəldi bimə ma'ahu minəl məli yanındakı pullarla. Və fil yevmi təli cəə dəvru bunu təciri sonrası gün tacirin növbəsi gəldi və qalu ləhu ona dedilər İzhəb əntə sən get və ərinə səmrətə aqlik ağlının meyvəsini bizə göstər və xibratəkə bitticarəti və ticarətdəki təcrübəni bizə göstər. Fəddəcəhə bunul təciri ilə sahil bahir tacirin oğlu dəniz kənarına getdi. Alləhu yecidu səfinədən ola bilsin ki, orada bir gəmi tapar. Təhmilu minəl bəda'illəti daşıyan, mal daşıyan ya'riduha əshabuha lil-bey'i sahiblərinin satışa təqdim etdiyi mal daşıyan bir gəmi ola bilsin ki, bir gəmi tapar
tapar. Və beynəmə huvə kədəlikə o bu haldaykən İz əbsara səfinətən təmtəliu bida'atan. Mal dolu, o bu haldaykən mal dolu bir gəmi gördü. Və cələsə fi nahiyyətin minhə cəmaatun minət tüccəri. Onun bir tərəfində tacirlərdən bir qrup oturmuşdu. Qad səvəmu bazarlıq edirlər əshabəhə onun sahibləri ilə fi şiray mə bihə minəl badaatin. İçərisində olan malı almaq üçün, almaq haqqında onun sahibləri ilə bazarlıq etdilər. Bisəmənin zəhidin ucuz bir qiymətə və səmi'ahum yətəəmərunə fīmə beynəhum. Eşitdi ki, bu tacirlər öz aralarında komplo, yəni hiləgərlik edirlər. Alə ən yəmtəni'u, imtina etmək üzərə, an şiray hədil badaati, bu malları satın almaqda imtina etmək üzərinə öz aralarında hiləgərlik edirlər. Həttə təqsuda, ta ki bu mal, yəni bu ticarət başarısız olsun, uğursuz olsun, qiyməti olmasın və lə təcdə rəvacən və rəvac da tapmasın. Rəvac, yəni bazarda satış qiyməti, yəni satıla bilirlik də tapmasın. Fəyəştəruhə biərxasil əsməni, və onlar onu ucuz qiymətə alsınlar. Qalə bunu tacirin oğlu dedi. Fəzəhəbtu ilə əshabi səfinəti, gəminin sahiblərinə getdim. Və iştərəytu məhfiyyə, onun içərisində olanları aldım. Min bədaatin içərisində olan malları aldım. Bimiəti əlfi cüneyhin, 100.000 cüneyh aldım. Alə ən üsəddə ləhumu səmənə müəccələn. Daha sonra onun qiymətini bağlamaq üzərə, yəni nisiyə, 100.000 cüneyhə o malları satın aldım. Və vəfəqu razılaşına və əzxartu, mən göstərdim ki, ənnəni əqumu binəqlil badaati ilə mədinətin uxra. Mən göstərdim ki, bu malları başqa bir şəhərə daşıyacağım. Mən bu malları başqa bir şəhərə daşıdığımı göstərdim. Fələmmə alimət tüccaru bihədə, tacirlər bunu anladıqda, cəhu iləyyə, mənə gəldilər. Fəərbahuni, mənə qazandırlar, əlfə cüneyhin, 100.000 cüneyh qazandılar. Fəqabattuhə minhum, onlardan aldım. Və halləthum alə əshab-ı səfinəti, onları gəmi sahiblərinə yönləndirdim. Lüsəddidu ləhum, onlara bağlamaları üçün, əlmiyyətə əlfü cüneyhin, 100.000 cüneyhi bağlamaları üçün. Və innə insirafi, ayrıldığında, kətəbtu alə bəbil mədinəti, şəhərin qapısına yazdım. Aqlu yevmin vahidin, bir günün ağlı, yüsəvi əlfə cüneyhin, 1000 cüneyhə bərabərdir. Və fil yevmin rabi', 4-cü gün xanə dəvrubnul məlik. 4-cü gün kralın oğlunun növbəsi gəldi. Fəqalu ləhu, ona dedilər. İdhəb get, fəqtəsib lənə bi qadaikə və qədər. Qazavu qədərinlə mənə pul qazan, bizə pul qazan. Fəzəhəbə ibnul məliki, kralın oğlu getdi. Yuridu duxuləl mədinəti. Şəhərə daxil olmaq istəyərək getdi. Və ləkinnəhu cələsə bibabihə, ancaq qapısında oturdu. Və hadəsə ən mərrəh bihi cənazətu məlikin tilkən nahiyyəti. Və yenicə o bölgənin kralının cənazəsi oradan keçdi. Və arafə, bildi ki, ənəhu ləb yuxallif bələdən. Arxasından bir oğlan uşağı buraxmamışdır. Əv vahidən, əv ahadən zəqarabətin və özünə qohum olan birisini də buraxmamışdır. Yəni xəlifə olaraq buraxmamışdır, təyin etməmişdir. Fələm yulhir hüznən aləl məliki. Krala hüzün göstərmədi. Fəənkərəhu əhlül mədinəti. Şəhər xalqı onu xoş qarşılamadı. Və şətəməhu əl-bəvvəbu. Qapçı onu vurdu. Və qaradahu, sonra qovdu. Sümmə adə, sonra döndü və cələsə məkənəhu, yerində oturdu. Və ləmmə dəfənül məlikə. Kralı dəfn etdikdə, şəhəduhu əl-bəvvəbu. Onu qapçı gördü. Fəəxaduhu və həbəsəhu. Onu aldı və həbs etdi. Və fil yevmi təli, sonraki gün cələsə əhlül mədinəti, şəhər xalqı oturdu. Yətəşəvərunə və yaxtəlifuna fi mən yuvəllunəhu məlikən aleyhim.
onlara kimin krallıq etməsi haqqında ixtilaf və məşvərət edərək şəhər xalqı oturdu. فَدَّخَلَ عَلَيْهِمُ الْبَابَ Qapısı onlara daxil oldu və qalə ləhum dedi: لَقَدْ طَرَدْتُ بِالْأَمْسِ شَابًا Mən dünən bir gənc oğlanı qovdum. وَإِنَّهُ لَتَبْدُو عَلَيْهِ أَمَارَاتُ الْعِزَّةِ وَالشَّرَفِ Ondan izzət və şərəf nişanələri görünürdü. فَأَلْقَيْتُهُ فِي السِّجْنِ Mən onu həbsə atdım. فَبَعَثَتْ أَشْرَافُ الْمَدِينَةِ إِلَى الْغُلَامِ Oğlana, yəni gəncə şəhər xalqı getdi və səəluhu ona soruşdu. Fəqalə ləhum dedi: İnnəni mən İbn Məlikin, kral oğluyam. Və bə'də vəfəti əbi atamın ölümündən sonra qəsəbəni əxi əl-mülkə qardaşım mülkü qəsb etdi. Məndən aldı. Və kuntu ənə müstəhiqqən ləhu Mən müstəhaqqən ləhu Mən ona haqq sahibi idim. Krallığa. Və xarajtu minəl bilədi həzinən ölkədən hüzünlü bir şəkildə çıxdım. Və xiftu ən yəlhaqaniyə min əxi məkruhun Qardaşımdan bir zərər gəlməsindən qorxdum. Və kənə bil məclisi unasun ya'rifunə əbahul məlik O məclisdə onun kral atasını tanıyan insanlar vardı. Və əşaru işarət etdilər ki, ən yətəvəccə məlikən aleyhim O onlara kral olsun. Sümmə tafu onu gəzdilər, tavaf etdilər bihi əl-Mədinədə. Şəhəri rakibən alə fiyəl əbiyyat ağ filə mindirərək. Sonra onu ağ filə mindirərək şəhərdə tavaf etdilər. Fəqalə ləhum onlara dedi: Uktubu alə bəbil mədinəti Şəhərin qapısına yazın. İnnəl ictihadə vəl-aqlə vəl-cəmələ Çalışqanlıq, ağıl, gözəllik və kullu şeyin hər bir şey və kullu şeyin hər bir şey bi qada illəhi və qədəri Allahın qaza və qədəri ilədir. Və indəmə cələsə alə səriril məliki kral taxtında oturduğunda ba'sə ilə əshabihi sələsəti üç dostuna göndərdi. Fəcəalə sahibəl aqli mal vüzərəyi ağıl sahibini vəzirlərlə bərabər təyin etdi. Və damma sahibəl ictihadi ilə əshabi zər'i və çalışqan olanı da əkin sahibləri ilə bərabər elədi. Və əsnədə ilə sahibil cəmələ amələn minəl aməl mühümməti Gözəllik sahibi olanı da önəmli işlərdən birisinə təyin etdi. Əd-durusul müstəfədə bu fayda götürüləcək dərslər. Əl-məvqifus sa'batu tuvahhidu beynəl əfrad Çətin durumlar, vəziyyətlər fərdləri bir araya gətirir və tuəllifu beynə qulubihim qəlblərini birləşdirir. Əs-sadaqatul haqqatu həqiqi dostluq la ta'tarifu bit-tabaqat Heç bir ayrımçılığı tanımaz, heç bir təbəqəni, heç bir sosial təbəqələri tanımaz. Yəni arada fərq qoymaz. Və tüsəvvi beynəl əşxası şəxslərin hamısını bərabərləşdirər. Likulli insanın məvahibuhu və qudratuhu Hər bir insanın qabiliyyəti və gücü vardır. Və yecib aleyhi istismaruha fil xayri O da vacibdir ki, onu xeyirdə istifadə etsin. Adamu fuqdanil əməli fil məvaqifi vəl əzəmət Sıxıntılarda və problemli durumlarda ümidi itirməmək və kulli şeyin bi qadain və qadarin Hər bir şey bir qəza və qədərlədir. Əl-əmanətu vəl-ixlasu fit-ticarəti Ticarətdə ixlas və əmanət xayru səbilinə ribhil vəfiri Bol qazanc üçün xeyirli bir yoldur. Əs-sabru alə qadai və qadar Qəza və qədərə səbir Yuvaslul insan ilə mə yuridu İnsanı istədiyinə çatdırar. Ər-rida bil-aməli İşə razı olmaq Məhmə kənət məşəqqətuhu O nə qədər çətin olsa belə Və talətul əcr və ücrəti az olsa belə işə razı olmaq. Əl-ihsanu bil-cəməli fil-həyati Əl-ihsasu bil-cəməli fil-həyati Həyatda gözəlliyi hiss etmək Yezidul insənə qudratan alə müvacətihə
insanın həyatla mübarizə aparmaqda qüvvəsini artırar. Ələ yahqirəl insanu şəxsən lə ya'rifu. İnsan tanımadığını təhqir etməməsi lazımdır. Fərubbəmə kənə də şərəfin və mənzilətin, ola bilsin ki, o şərəfli və mənsəb sahibi birisi ola bilər. Yecibu, gərəklidir, əllə tunsiyən ni'mətu vəl-ğinə, neymət və zənginlik unutmaması lazımdır. Unutturmaması lazımdır sahibinə, sahibinə unutturmaması lazımdır. Təzəkkür əshabihi və istiqaihi, dostlarını, yoldaşlarını xatırlamayı unutmaması lazımdır.